maraqla keçək? Necə maraqlı keçək bu dərsi? Və əsas hədəf isə şagirdi biz necə ruhlandıraq, şagirdi necə dərsə cəlb edək. Bunun üçün də bizə yeni təlim metodları lazım olur. Yeni təlim metodları isə hansı ki, nəinki dərsdə istifadə olunur və kurikulum da bunu tələb eləyir. Müəllimlərin işə qəbulunda belə bu kurikulum suallarında hazırki dövrdə istifadə olunan ChatGPT, müxtəlif proqramlardan istifadə olunur, hansı ki, WordWall, Vground. Mən bunları misal üçün öz dərslərimdə istifadə edirəm. Hansı ki, dərslərin daha yaxşı, daha cəlbedici istifadə edirəm. Və bir anlıq bir şey fikirləşək ki, gəlin 10 il əvvəlki təhsil ilə indiki təhsili müqayisə eləyək. 10 il əvvəlki təhsil ilə bugünkü təhsil arasında nə dəyişim var? Şagird dəyişib, texnologiya dəyişib. Amma bəzi bizim metodlarımız var ki, onlar dəyişməyib, hələ də eyni qalır. Əsas hədəf isə bu metodlarımızı dəyişmək, müasir, yəni bugünün tələblərinə uyğun etməkdir. Amma ən əsası isə bu təlimdə biz, yəni siz daha doğrusu sizin dinləyici yox, yaradıcı müəllim olmağınızı istəyirəm. Çünki bizim hər birinizin içərisində yaradıcı potensialı oyatmağa çalışacağıq bugünkü təlimimizdə. Və sizə bir sual vermək istəyərdim və xahiş eləyərdim ki, yəni cavablayasınız. Sizcə ilk olaraq bu sual verim ki, effektiv müəllim kimdir? Daha çox bilən müəllim effektivdir, yoxsa şagirdlərini düşündürməyi bacaran müəllim effektivdir? Məncə hər ikisi öz biliyi ilə şagirdləri daha çox düşündürən dərslər təşkil etmək, manevrlər etmək. Çünki bunu etmək üçün də bilik lazımdır. Və bu təlimimizin də məqsədi, yəni sadəcə məlumat vermək deyil, həm də sizi ilhamlandırmaqdır. Dedik ki, effektiv müəllim, deyirik ki, daha çox bilən müəllimdir, yoxsa şagirdlərini düşündürməyi bacaran müəllimdir? Ən əsas onu deyərdim ki, məncə şagirdləri düşündürməyi bacarmaq dövr onu tələb eləyir. Dövr onu tələb edir ki, yəni şagirdə hazır material versək, artıq o köhnə metod olacaq da. Yəni ki, onun il əvvəlki metod. Onun il əvvəlki metod necə idi? Sadəcə məlumatı verirdi uşağa. Uşağa məlumat verilirdi dərsdə. Məsəl üçün, hazır o materiala əsasən misallar işlənilirdi. Bununla bitirdi. Amma indiki dövrdə elə deyil də. O qədər çox inkişaf edir ki, texnologiya, dərsdə proyektor, ağıllı lövhədən istifadə olunur. Yəni bunun özü tədrisin daha keyfiyyətli olmasına şərait yaradır. Və həm də onu qeyd edeyim ki, bugünkü dövr öyrədən deyil, öyrənməni yönləndirən müəllim olmaq dövrüdür. Və ənənəvi dərsdə müəllim dərsdə izah edir, dedik ki, evdə şagird tapşırıq yerinə yetirirdi. Ancaq yeni təlim metodlarından biri olan tərsdən çevrilmiş sinif metodu var. Yəqin ki, məlumatınız olar bu metoddan. Tərsdən çevrilmiş və yaxud da ki, flipped classroom deyilir. Necə olur? Demək, şagirdə məlumat ötürülür, verilir. Şagird evdə öyrənir, dərsdə isə tətbiq edilir bu metodu. Yəni praktika aparılır da. Və misal üçün riyaziyyat dərsi, mən özüm riyaziyyat müəllimiyəm. Tutaq ki, riyaziyyat dərsidir. Təriflər mövzusuna aid bir video atılıb şagirdə və plusdakı izah vərəqləri də verilir və dərsdə qrup halında, sonra onu evdə baxırlar uşaqlar və dərsdə gəldikdə isə dərsdə qrup halında tapşırıqlar olur və yaxud da ki, real problemlərin həlli olur. Həm də onu qeyd eləyərdim ki, bu tərsdən çevrilmiş sinif dərsi müəllimin dərsdə danışdığı deyil, yəni şagirdin düşündüyü dərsdir. Bu metodda dərs müəllim yox, öyrənən üzərində qurulur. Bəs siz necə bu metodla razısınız? Necə metoddur bu? Tərsdən çevrilmiş sinif metodu. Hansı ki, bu metoddan hazırda kursların çoxunda istifadə olunur. Material, video şəklində atılır şagirdlərə. Şagirdlər həmin videoya baxırlar, başlayırlar testləri işləməyə və növbəti dərsdə artıq həmin testlər üzərində sorğu-sual, işlənməyən tapşırıqlar, bunlar yerinə getirilir. Sizcə bu necə metoddur? Onun il əvvəlki metod yaxşıdır, yoxsa bu tərsdən çevrilmiş sinif metodu yaxşıdır?
deyə bilərik. Demək istəyən var nəyisə? Və bir də Yeni məktəblərdə tibbi yəqin ki, metodları daha aha, buyurun. yaxşıdır. Dərsini Bəli. Həm tərsinə də ona görə çevrilmiş yaxşıdır ki, metod daha effektivdir. Yəni bəli. Həm də ənənəvi ona görə metoddansa Kruglen metodları daha effektivdir. Çünki şagird yönümlüdür. Müəllim arxa plana keçir, şagirdə yönəlir. bəli. Həm də yəqin ki, məktəblərdə bu STEM dərslərini görmüsünüz də, STEM yanaşması deyirlər. Bu STEM dərsləri çox yaxşı bir şeydir. Bu da yeni təlim metodlarından biridir. Hansı ki, o fənn-arası əlaqəni gücləndirir, yaradıcılığı elmə əlavə eləyir və şagirdlər öyrəndiklərini praktiki layihələrlə tətbiq edirlər. Dərslərdə müxtəlif dərs olsun, fərqi yoxdur. Layihə əsasında öz işlərini göstərirlər. Ayrıca fizika riyaziyyat dərsində belə misal üçün körpü modeli düzəldirlər. Bu uzunluq, tarazlıq anlayışlarını real modellə göstərirlər. STEM ona görə yaxşıdır ki, həm də çünki o öyrəndiyini həyatda tətbiq etməkdir və ən böyük hədəf odur ki, ən yaxşı öyrənmə üsulu odur ki, öyrəndiyimizi tətbiq eləyək. Bununla daha yaxşı öyrənilir. Daha sonra yeni təlim metodlarımızdan oyunlaşdırmadan məlumatımız yəqin ki var. Hansı ki, dərsdə oyun elementlərindən istifadə olunur. Mən özüm də dərslərdə oyun elementlərindən istifadə edirəm. Hansı ki, bunlar məsəl üçün ən sonda mükafatdır, dərsdə olan rəqabətdir, xal verilməyidir. Həm də bu motivasiyanı, dərsdə iştirakı artırır. Demək, ənənəvi dərslərdə bunun kimi materialdan istifadə olunur və yaxud da ki, müxtəlif ləvazimatlar almışam. Hansı ki, bunlar misal üçün çarx şəkillidir. Üzərinə müxtəlif həmin fənna aid, məsələn, Rüzi fənna aid müxtəlif mövzuların adları yazılır və onlar çevrilərək müxtəlif hansı mövzu düşür və onun üzərində sual, sorğu-cavab olunur bu şəkildə. Onlayn dərslərdə isə daha çox quizzes, Kahoot kimi bunun kimi metodlardan istifadə edirəm. Bu da oyunlaşdırmadır. Yəni ki, dərsin daha effektiv olmağına təsir göstərir. Hansı ki, uşaqlar yazı pozmanı sevmir. Uşaqlar oyunu sevirlər. Biz də bu oyunu öyrənməyə çevirəndə dərs maraqlı olur, motivasiya təbii ki olaraq artır. Motivasiya da bununla artır və dərsdə əgər texnologiyadan istifadə etmək istəyirsə, bu nəyin strategiyasını yaradır? Bu rəqabətin, əməkdaşlığı birləşdirir və qruplara bərabər şans verir, qalibləri mükafatlandırır. Şagirdlər həm rəqabət aparır bu oyunlarda, həm də ki, bir-birindən nəyisə öyrənirlər də. Bəs siz necə? Öz dərslərinizdə hansı metodlardan istifadə edirsiniz? Yəni, istifadə edirsinizmi bu yeni təlim metodlarından? Bilmək istəyərəm, hansılardan istifadə edirsiniz? Kim deyə bilər? Deyə bilərik. Şagirdləri düşündürməyi bacaran və onlarla daha səmimi olan. Kim deyər? Deyin görək. Dərslərdə hansı, yəqin ki, burada müəllimlər var da, çox güman ki, hansı metodlardan istifadə edirsiniz? Müəllim, metod, axşamınız xeyir müəllim. Metod iş üsullarını deyirsiniz, nəzərdə tutursunuz müəllim. Aha, iş üsullarından. Bəli, müəllim, beyin həmləsini uşaqlar çox xoşlayır. Onu elə bil ki, özlərin güvənli hiss edirlər, sanki hər şeyi bilirmiş kimi. O iş üsulunu xoşlayırlar, müzakirəni xoşlayırlar. Ən çox bunları, bax, BİBÖ-ün özün deməli eləyəndə həm həqiqətən uğurlu alınır. Mən özüm dərslərimdə istifadə edirəm. Onun Venn diaqramından istifadə edirəm. Necə müəllim? Hansı fən? Texnologiya müəllim. Aha. Bəli, mən də ziqzaq, BİBÖ, Venn diaqramından belə istifadə edirəm. Venn diaqramı da çox maraqlıdır. Ziqzaqı ən çox o dil ədəbiyyat dərslərində olduğu kimi bizdə elə bil ən çox praktikada olur. Belə nəzərdə olanda beyin həmləsi daha çox uşaqların xoşuna gəlir. BİBÖ-dür, Venn diaqramı. Hətta anlayışın çıxarılması, onun o birisi var ya, klaster Auksiyon da maraqlıdır.
Bəli, auksionda maraqlıdır. Bir də anlayışın çıxarmasıyla klasteri eləyəndə mən bütün əvvəldən keçdiyimiz mövzuları təkrarlayıram, o da uşaqların xoşuna gəlir. Bəli. Bəs buz qıran texnologiyasından istifadə edirik? Bəli, müəllim, ilin əvvəlində həmişə hansı sinifdə oluramsa, əvvəlcədən onu edirəm. Buz qıran strategiyası uşaqlar arasında münasibət yaradır. Yəni buzları əridir, müsbət münasibət. Hətta müəllim-şagird arasında da münasibət yaradır. Bəli. Və hər kəs özünü təhsildə məncə bir simvol kimi təqdim edə bilər. Məsələn, mən özümü kalkulyator kimi hesab eləyərəm, çünki riyaziyyat mənimlə daha asan olar. Bəs siz necə özünüzü simvolda, öz keçdiyiniz fəndə, fənnin simvolu olaraq necə ifadə edə bilərsiniz? Necə təqdim edə bilərsiniz? Bəli, texnologiya fənnini necə? Özümü yoxsa texnologiya fənnində? Özünüzü nə? Məsəl üçün deyirəm ki, Bəli, mən özümü kalkulyator hesab edirəm, çünki bəli. riyaziyyat mənimlə asan olur. Bəli, mən özümü yaradıcı müəllim. Həqiqətən təkcə məktəbdə dərs keçmək yox, həm də məktəbin bütün o tədbirlərində öz yaradıcılığımı, öz beynimin məhsulunu ortalığa qoyuram. Elə bir ki, yeni nələrsə düzəldirəm, həm dərs keçirəm, həm maraqlı olsun, həm əl işlərim. Hal-hazırda əl işlərim elə məktəbdə də qorunur, saxlanılır məktəb rəhbərliyi tərəfindən. Və bu fənni bəzən belə baxırlar dırnaqarası belə elə. Mən həmişə fənnimi uşaqlara sevdirib onun mahiyyətini aşlayıram onlara. Nə üçün keçirik, mahiyyəti nədir? Çox gözəl. Başqa kim nə deyə bilər? Siz özünüzü nə kimi görürsünüz? Kim kimi ya da ki, necə təqdim edə bilərsiniz? Necə bir simvol kimi görürsünüz? Yaxşı, bəs sizcə müasir müəllim kimdir? Müasir müəllim kimdir sizcə? Bəli, mən deyə bilərəm. Müasir müəllim innovativ təhsildən istifadə edən, yaradıcı, müasir tələblərə cavab verən. Yəni şərt o deyil, elə hamı İKT-ni bilsin dərinliyinə qədər. Yox, yəni kurikulum sistemi ilə dərs keçməyi bacaran, şagird-müəllim münasibətləri, şagirddə məsələn o gözləmə vaxtının ilə verilməsi özü müasirliyin bir əlamətidir məncə. Əvvəllər çox da belə olmurdu. Güvən vermək şagirdlərə, öz fikirlərini ifadə etməkdə. Çox şey demək olar müəllim. Bəli. Amma texnologiya deyirik ki, müəllimi əvəz eləmir. Amma texnologiyanı Bəli. istifadə edən müəllim özü fərq yaradır. Bəli, düzdür müəllim. Həm də ki, deyirik ki, dərs öyrədən müəllim yox, öyrənməyə ruhlandıran müəllim qalır. Ona görə də yəni deyirsiniz ki, fənnimi özümü ruhlandırıram. Yəni fənnimi Bəli. uşaqlara daha çox bildirməyə çalışıram. Bəli, Bəli, bu yolda sizə çox uğurlar arzulayıram. Müəllim, ibtidai çox sağ olun müəllim. İbtidaidən gələndə adətən uşaqlar elə bilir ki, elə texnologiya nəysə kağızı kəsdim, qoydum belə bir şey. Amma mən onlara keçdikcə, proqramı onlara mənimsətdikcə, fənn üstü inteqrasiya etdikcə, hətta fənlər arası deyirlər ki, müəllim, bu nə qədər belə çox şaxəli, bütün fənlərlə əlaqəsi olan bir fəndir. Yəni sevirlər əksəriyyət uşaq. Açığı yəni 10 il əvvələ gəldikdə həqiqətən deyirəm ki, 10 il əvvəlki təhsil, 10 il əvvəldə bizdə texnologiyada elə bir şeylər yox idi da, texnologiya dərsində. Amma indi artıq gənc müəllimlər olsun və bugünkü dövrün necə deyirlər, ləvazimatlarından istifadə edən müəllim öz işini layiqincə görür deyə düşünürəm. Bəli, həqiqətən. Və sonra Yəni, keçəcəyik açığı mən də fikir vermişəm. Ənənəvi Buyurun. dərslə bizim yəni zamanımızda ənənəvi təhsil almışıq. Amma yeni dövr çox şükür daha müasir müəllimlərlə, yenilikçi müəllimlərlə işləyən şagirdlərin və tələbələrin də dərsə, elmə marağı daha da artır. Mən bunu müşahidə eləmişəm. Bilmirəm, qatılan müəllimlər mənimlə razılaşar ya yox, amma bu müasir müəllim həqiqətən çox gözəl, diqqəti çəkir, təhsilə yönəldir şagirdləri. Bunu bacarır. Çünki yaradıcı fikirləri daha çox olur, daha innovativ olur. Bu təhsili inkişafa aparır. Düzdür. İndi keçsək şagird yönümlü strategiyaya. Standart təkcə kitabda yazılanı ötürmür də. Şagirddə hər tərəfli düşüncəni inkişaf elətdirir, tənqidi düşünmə, yaradıcı düşünmə, elə ünsiyyətin özü. Şagirdlər indi öz fikirlərini daha aydın, daha sərbəst şəkildə ifadə etməyə bacarır və bunu mən ən çox müəllimlərə
şamil edirəm ki, onların əməyi daha çoxdur. Şagirdlər yəni əvvəlki ənənəvi dövrün təhsili ilə müqayisə edəndə indiki şagirdlər daha rahat fikrini ifadə edir, daha kəlmələri doğru seçir. Yəni çəkinmir. Bəli, düz doğrudur. İndiki şagirdlər həqiqətən də sadəcə sevgi istəyir, gözəl münasibət istəyir. Yoxsa köhnə dövrdə necə idi? Sadəcə əsəblə, biləkliklə cavab verirdi müəllimlər, amma indi də deyil də. Şagird çünki həmin müəllimdən qaçır. Bəli, şəxsiyyət kimi davrananda şagirdlə, onların sözlərini dinləyəndə, fikirlərini, yəni o belə önəmsəyəndə töklər demişkən, Azərbaycanda necə deyirlər onu, sözlərini, yəni onların fikirlərinə dəyər verəndə uşaqlar daha çox özgüvən olurlar. Doğrudur, həm müəllimi də sevirlər. Bəli, Bəli. Çünki indi müəllimlər o empatiya qurur şagirdlərlə. Bəli. Bu da çox önəmli nüansdır. Bəli. Şagird yönümlü strategiyadan danışırıq, hansı ki, müasir təhsil sistemində şagirdi dərsin mərkəzinə gətirir. Müəllim burada necə çıxış edir? Yönləndirici, şagird isə öyrənmənin fəal iştirakçısı olur. Və dərs zamanı nələr nəzərə alınır? Şagirdin maraq və tələbatına əsaslanan dərs planlaşdırılması, yəni onun maraqları nəzərə alınmalıdır. Fərdi öyrənmə sürətinə hörmət etmək lazımdır. Yəni ki, hər bir şagirdə fərdi yanaşmaq lazımdır. Sonra tənqidi, yaradıcı düşünmənin təşviqi olmalıdır. Və dərsin daha maraqlı olması üçün cütlərlə iş, qruplarla iş, müzakirə əsaslı dərslər olmalıdır. Və müəllim-şagird qarşılıqlı əlaqəsi gücləndirilməlidir. Yenə deyirik ki, müəllim öyrədən deyil, öyrənməyə şərait yaradan şəxsdir. Və bizdə interaktiv dərs nümunələri var. Hansı ki, bunu göstərmək istəyərdim burada. İnteraktiv dərs nümunələrinə görə yəqin ki, interaktiv dərs nümunələri şagirdləri öyrənmənin pasiv dinləyicisindən fəal iştirakçısına çevirir. Ənənəvi təhsildə necə idi? Şagird pasiv idi, amma indiki dövrdə isə fəaldır. Şagird fəaldır, müəllim fasilitator rolunu oynayır da burada. Və interaktiv dərs nümunələrində nələri misal göstərmək olar? Düşün, cütləş paylaşdırır. Strategiyası var ki, hansı ki, burada şagirdlər necə olur? Yəqin ki, istifadə edirsiniz də bunlardan. Əvvəlcə fərdi düşünür, sonra cütlərlə fikir mübadiləsi aparırlar və sonda ümumi siniflə paylaşırlar. Bayaq dediyimiz kimi o, misal üçün, başqa burada beyin fırtınası var, debat var. Bunların hər birindən baxır da fənlərə baxır ki, verilən fənlərdə, yəni sizin fənninizdə hansından istifadə edirsiniz? Yəni, hər birdən əslində istifadə etmək olar, yəni düzgün istifadə etmək olar. Hansı ki, burada baxın, rol oynama simulyasiya var. Real həyatdan götürülmüş vəziyyətlərin canlandırılmasıdır. Bunu hansı fəndə istifadə edirsinizmi? Məncə, dil ədəbiyyat fənlərində daha çox istifadə olunar bu. Tarix, dil ədəbiyyatda daha yaxşı olar, amma mən özüm texnologiyada istifadə eləmişəm. Deməli, bizdə şagirdlərdə yol hərəkət qaydaları, nə bilim, bir-birinə münasibət belə dərsin əvvəllərində davranış qaydalarında sinifdə bunu tətbiq eləmişik ki, bir uşaq gedir, tutaq ki, onun sumkasına nəsə düşür, bir əşya düşür və arxada da 2 uşaq gedir. Öz reaksiyanız necə olar? Belə sinifdə belə bir rol oyun simulyasiya eləmişik. Bəli. Başqa necə? Maraqlı məlumatlardan verin, biz də eşidək, bizim də məlumatımız olsun. Başqa müəllimlərdən? Dərsin əvvəlində dediyim kimi, mən özüm də Kahootdan da istifadə edirəm, Quizizdən də istifadə edirəm platformalarından. Wayground var, hansı ki, orada müxtəlif çarx olsun, istəyir seçmə suallar olsun, açıq suallar olsun. O qədər çox gözəl yəni platformalarda ki, həm maraq oyadır, həm orada dəqiqələrlə, saniyələrlə də suallar verilir də. Bu da şagirdin cəldliyinə, sürətliliyinə daha yaxşı təsir göstərir. Və sonra da orada yəni nəticələrə necə olmasını yoxlamaq üçün də Mentimeter var, Padlet kimi vasitələr var.
Və eksperiment və layihə əsaslı tapşırıqlar da, yəni şagirdlərin dərsə cəlb olunmasına yaxşı şərait yaradır. Uşaqların deyir ki, zehnini işıqlandıran dərs onları danışdıran və düşündürən dərsdir. Qəşəng cümlədir. Baxın, uşaqların zehnini işıqlandıran dərs onları danışdıran və düşündürən dərsdir. Yəni şagirdi dərsdə düşündürmək lazımdır. Şagirdin özünü danışdırmaq lazımdır. Elə şərait yaratmaq lazımdır ki, özü danışsın. Düzdürmü? Bəli, müəllim. Həm də müəllim, onlar işləyəndə boş olmurlar da. Vaxt necə gəldi, sözlər deyirlər, nə maraqlı keçdi dərs. Vaxt uzun olmadı. Amma boş kimi olsa sıxılarlar, başqa şeylər axtarmağa çalışar, dərsi pozmağa. Nə var ki, uşaqlarda belə bir şey də var da. Dərsi pozmağa çalışırlar. Bəli. Yazıblar ki, məndə söz assosiasiyası, müzakirə, aksiyon birinci sinif üçün ən çox rollu oyunlar həm. Bəli. Söz oyunu. Yorulmayan, həmişə pozitiv. İndi isə gələk effektiv sinif idarə etməsinə. Sinifi effektiv necə idarə edərsiniz? Necə idarə edirsiniz? Hə, müəllimlər. Siz də danışın, sizlə fikirlərinizi alaq. Bax, bir sual hazırlamışım. İkinci sual hazır. Bəli. Buyurun. Effektiv idarəçilik ki, məncə dərs öyrənmə saatını düzgün bölməkdir, sinifin nizam-intizamını qorumaqdır. Yəni müəllimə verilən dərs saatı müddətincə, dəqiqəsi müddətincə bacardığı qədər məhsuldar dərsin keçməsini təşkil etmək üçün dərs saatını düzgün bölməlidir. Yəni məncə ən önəmli məqam budur. Bəli, mən deyim, bizə mən danışıram, ona görə istəmədim deyəm. Amma məncə müəllim, ən birinci təlim düzgün demək təlim nəticələrinin seçilməsi, şagirdlərə nəyi mənimsədəcəyik, sonda onlar nə öyrənəcək, nə əldə edəcək və o fəndən nə əldə edəcək, o dərsi nə üçün öyrənir, dərsdə sonda biz nəyi qiymətləndirəcəyik. Ən birinci yəni təlim nəticələri düzgün olarsa effektiv dərs, effektiv də təlim ola bilər. Düzgün iş üsullarının seçilməsi, strategiyaların seçilməsi. Ən birinci bunlar olmalıdır mənə görə. Bəli. Və sinifi idarə etmənin əsas 5 prinsipi var. O prinsiplərdən diqqət yetirək. Aydın qaydalar olmalıdır. Yəni dərsin əvvəlindən şagirdlərə qaydalar sinif qaydaları olmalıdır. Təbii olaraq ki, sinifdə asırsız divarlardan sinifin özünün qaydaları olmalıdır ki, hansı ki şagirdlər ona riayət eləməlidirlər. Və sinifdə isti, müsbət münasibət olmalıdır. İkinci əsas prinsipdir bu. Və üçüncü prinsipimiz davranış modelləşdirilməsidir ki, müəyyən bir məhdudiyyət qoyulmalıdır, mən elə düşünürəm ki, yəni bu sinifdə uşaqlarla müəllimlər olsun, bir-birləri ilə olsun, davranışlarında. Çünki ABC nə qədər xəbər eşidirik ki, yəni şagirdlər arasında olan insidentləri, şagird müəllim arasında insidenti, yəni bunlar davranış modelləşdirilməsini təsir edir. Sonra dördüncü prinsipimiz isə sinifin idarə olunmasında motivasiyadır. Yəni müəllimin də motivasiyası yüksək olmalıdır ki, müəllimin öz motivasiyası çox yüksək olanda şagirdə də yaxşı müsbət təsir göstərir. Və yaxşı motivasiya fəal öyrənməyə fəal öyrənməndə tətbiq eləyir, fəal öyrənməyə şərait yaradır. Və onu da deyim ki, siniflərdə daha çox sinifin effektiv idarə olunması üçün dərsləri ən yaxşısı necə qurarsınız? Qruplarlamı iş, sinifləmi iş, cütlərləmi iş? Necə qurursunuz ən çox sinifin effektiv idarə olunması üçün? Salam, axşamınız xeyir. Axşamınız xeyir.
Necəsiz müəlliməm? Sağ olun, siz necəsiz? Sağ olun. Mən biologiya müəlliməsiyəm. 10 ildir də hal-hazırda dərs tədris edirəm biologiya dərsini. Bəli. Məncə, yəni bu baxır dərsin mövzusuna idarə olunanda, yəni bu dərs zamanı sinifi idarə etmək üçün bu dərsin mövzusuna baxır. Bəzi mövzular vardır ki, kollektivlə işləmək lazımdır. Bəzi mövzular var qrupla, bəzi mövzular vardır ki, cütlərlə işləmək lazımdır. Bəziləri fərdi iş tələb edir. Yəni hansı mövzu hansı işi tələb edirsə, o işlərlə işləyirik. Amma mənim özüm ən çox qruplarla işləyən Aha. Bəli, qruplarla iş daha yaxşıdır. Pasiv şagirdlərin isə kənarda qalmasına şərait yaradır da. Bəli. Sizcə qrup işi zamanı şagird arasında məsuliyyəti necə artırmaq olar? Necə artırarsınız? Qrup işində şagirdlər arasındakı məsuliyyəti necə artırmaq olar? Vaxtı artırmaqla mı, yoxsa verilən ancaq bir şagird, bir lider izləməkləmi və yaxud da ki, hər şagirdə bir rol verməkləmi necə eləyərsiniz? Mən hər bir şagirdə rol verəndə daha öz məsuliyyətini daha çox hiss edir. Bəli. Bəli, şagirdin dərsə qatıl ver. Bəli. İnteraktiv dərs nümunəsinə bəs nəyi aid eləmək olar? İnteraktiv dərs nümunəsinə. Ev tapşırığı verməkmi, yoxsa test sualları həll etməkmi, yoxsa müəllim izah edir, şagird yazır və yaxud da ki, şagird qrup işi və yaxud təqdimat hazırlayır. Yəni hansı birini götürərsiniz bu variantlardan? İnteraktiv dərs nümunəsinə. Yəqin ki, ev tapşırığı vermək interaktiv dərs nümunəsinə aid deyil. Test sualları həll etmək də aid deyil. Və müəllim izah edir, şagird yazır. Bu da ənənəvidir. Və deyir ki, şagird qrup işi və təqdimat edir. Şagird yəni qrup işləyir, bəli. Və təqdim edir bunda. Sinif idarə etməsinin effektiv üsullarının biri də, ən birincisi, qaydaları əvvəlcədən müəyyənləşdirməkdir. Hər bir qaydanı əvvəlcədən müəyyən etmək lazımdır. Başqa nə deyə bilərsiniz? Bu yeni təlim, effektiv təlimlə, interaktiv təlimlə bağlı. Hə, müəllimlər? Misal üçün burada Ləman xanım var. Bilmək istəyərəm ki, müəllimə sizdən dərslərdə hansı metodlardan istifadə edirsiniz? Və ya dərsə qulaq asmayan şagird necə dərsə cəlb bilmək olar sizcə? Ona əlavə material verməkləmi və ya heç fikir verməməkləmi? Dərsə qulaq asmayan nadinc uşağı necə dərsə cəlb bilmək olar? Axşamınız xeyir müəllimə. Xeyr. Mən kimya müəlliməsiyəm. Öz fikirlərimi bölüşmək istəyirəm burada. Biz kurikulum sistemi dünyada inkişaf etmiş ölkələrdə təhsil bizdə gücləndiyi üçün biz də o sistemə, o güclü olsun deyənə təhsil sistemimiz, ona görə biz kurikulum sisteminə keçid etdik. Və bizdə ənənəvi təhsil sistemi niyə görə tam şəkildə kurikulum sisteminə keçə bilmir? Çünki bizim öz milli adət ənənələrimiz var. Biz ondan çıxa bilmirik. Tam şəkildə kurikulumu mənimsəyə bilmirik, dərk eləyə bilmirik. Ona görə də bizdə biraz qarışıqlıq yaranır. Düzdür,
bu müasir texnoloji əsrdəyik, yəni texnologiya inkişaf etdiyi dövrdəyik kompüter əslində. Ona görə biz bu uşaqlarla ayaqlaşmalıyıq, gənc nəsillə. Və biz onlarla, belə deyək, onları dərsə cəlb etməyin yolunu bilməliyik. Amma bu o demək deyil ki, biz kurikulum sistemini bilməliyik tam-tamına. Bilməliyik. Biz müəllim isə, biz psixologiyanı bilməliyik, pedaqogikanı bilməliyik tam şəkildə. Yəni uşaqları tam şəkildə tanımalıyıq. Məsəl üçün, mən 2004-cü ildən fəaliyyət göstərirəm. O zamandan mən kurikulum sistemi yox idi. Düzdür, ənənəvi təhsil sistemi idi. Amma mən bilirdim ki, bu dərsə girəmcə mən öz rahatlığım üçün o uşaqları mən ələ almağı bacarmalıyam ki, bir 45 dəqiqə mənə də rahat olsun, onlara da rahat olsun. Bu o demək deyil ki, mən onlara qorxu ilə, nə bilim, məndən qorxsunlar, çəkinsinlər. O cür mənə mənim dərsimi bir 45 dəqiqəni yola verək. Yox. O uşaqları ələ almaq, birincisi o uşaqların qəlbinə yol tapmaq lazımdır. Sonra öz dərsini, yəni onlara öyrətməlisən. Mən belə başa düşürəm. Yəni o vaxtından da mən bu sistemlə getmişəm. Heç hələ də kurikulum o dərəcədə mənə çatmır, yox. Çatır, sadəcə olaraq onu bizim məktəblərdə o dərəcədə güclü şəkildə tətbiq edə bilmirik. Yəni etmirik də o qədər. Bəlkə də ibtidailərdə edirlər, amma yuxarı siniflərə qalxdıqca özümüz hamı görür ki, kimya fənnindən yoxdur məktəbdə uşaq. 8 bəlkə də var, 9 artıq hazırlıqda, 10 artıq, 11 artıq hazırlıqda. Yəni hazırlığa gedən belə məktəbə deyir ki, yox, məktəb mənim üçün elə belə gəlim gedim, attestat üçün mənim üçün vacibdir də, yəni. Ona görə deyirəm ki, əgər sən öz fənnini sevdirmək istəyirsənsə, birinci özü sevdirməlisən, bəli, sinifə girsən, sinifi ələ almağa çalışmalısan. İstəyir zəif oxuyan olsun, istəyir yəni özünü apara bilməyən uşaqdır. Elə aparırsan ki, o nadincə də qiymət yazacaqsan, amma onu da dinləndir. Bütün dərsi elə keçməlisən. Məsələn, bizdə 7-ci sinif təzə dərslikdir, təzə nəşrdir. Orada o vaxtki məsələ misal yoxdur. Amma mən o dərsliyi oradakı əlavələrlə elə keçirəm ki, bütün hər şeydən məlumatı verirəm. Elə bir ki, olimpiyada səviyyəsində akademik biliklər, belə deyək də, necə deyim, tam səviyyədə bunlar yetişirlər. Yəni bilirlər ki, hə bu kimyada bu nə deməkdir? Anlayırlar, məntiqi əsaslarla onu əsaslandırırlar, başa düşürlər. Onu sən ona aşılaya bilirsənsə, öyrədə bilirsənsə, bu artıq sənin müasir sistemindir. Bu sənin metodundur. Bu sənin yolundur ki, sən öyrətdin, çatdırdın o uşaq onu götürdü. Və o ən zəifi belə məndən nəsə öyrənirsə, deməli mən özümü çatdıra bilirəm. Mən özümdən danışmıram da. Yəni bu dərs faydalı oldu, effektiv oldu. Yəni əlaqəli şəkildə. Deyirəm öz uşaqlara deyirəm ki, təkcə mən öyrətmirəm. Siz də mənə nəsə öyrədə bilərsiniz. Mən sizdən də nəsə öyrənə bilərəm. Ona görə qarşılıqlı dinləmə olmalıdır, qarşılıqlı əməkdaşlıq olmalıdır və bu şəkildə də dərsimiz effektiv alına bilər. Bəli. Bəs deyirlər ki, müəllimlər robotları əvəz eləyəcək. Bundan bağlı nə deyə bilərsiniz? Onda da Müəllim biz kimə üstünlük verə biləcək? Mənim fikrimcə yox. Onda robotdursa biz insanıq. Deyirik bir ətdən yaranmışıq. Mənim fikrimcə yox. Çünki bir insanın duyğuları, düşüncələri var da, bizi hər şeydən fərqləndirən, canlı varlıqlardan fərqləndirən, lap cansızlardandır. Və bizə də qarşımızda insan lazımdır ki, o insan bizə hər tərəfli şəxsiyyət kimi yetişməyimizdə rolu olan bizim anamızdır evdə, məktəbdə də müəllimələrimizdir. Bəli. Oldu. Bəs bəlkə də dərsə aid olmaz. Bəs bu sertifikasiya imtahanlarının keçirilməsinə necə baxırsınız? Yəni bir müəllim olaraq effektiv müəllim deyirik, effektiv müəllim yoxlanılmasına necə baxırsınız? Çox əla baxıram. Sadəcə olaraq müəllimlər özlərində işləyirlər, özlərində çalışırlar və mən bunu da qeyd edirəm ki, müəllimlər o deməkdir. Çünki məktəbdə biz çox vaxtı məsələn öz dərsimizi, əgər hazırlıq keçməsək, öz dərsimizi, öz fənnimizi tam-tamına tədris eləmirsə, 11-ci sinif gəlmir dərsə. Mən kimə 11-ci sinifi keçim? Yaddan çıxır. Müəyyən vaxtdan sonra yaddan çıxır. Və o tətbiq eləmədisə, təbii ki, yadda salmaq üçün özü əlində işləməlisən, çalışmalısan. Bəlkə sənə gəldi, bir yoxlama gəldi. Elə bir sual verdi ki, sən öz fənninlə bağlı heç cavablandıra bilmədin onu. Bəs sən necə müəlliməsən? Necə kimyanı tədris eləyirsən? Məsələn, düzdürmü? Ona görə o yaxşı şeydir. Amma
İndi o artım var, müəllimlərin maaşında, güya elə belə güclü maaş verirlər, maaşda da güclü artım edirlər. Amma indi onu da qeyd edeyim ki, o sertifikasiyanın müəllimə xeyri var. Müəllimə xeyri var onun. Ki, niyə? Öz üzərində işləyir, özünü belə deyək, yeniləyir və onun belə deyək, əgər hazırlıqları yığışdırmasalar, özü deyir ki, ada mən neynirəm məktəbdə dərs ki, gedim yola verim, bundan keçim özümə hazırlıq uşaqları yığım. Yüksək də bal yığanda deyirlər, hə, məktəb müəllimidir, bu qədər sertifikasiyadan bal yığdı, hə, güclü müəllimdir. Elə adı da çıxır, maşallah olsun belə deyək. Amma indi deyirlər, saat hesabı keçəcəklər məktəblərdə. Əgər elə hal yaransa, belə fikirləşirəm ki, hazırlıq keçən müəllimlər üçün bu minusdur. Çünki vaxtı qalmayacaq gəlib evdə hazırlıq keçsin. Çünki axşama qədər... Zaten də istədikləri odur ki, bu repetitorluğu aradan qaldırsınlar da. Hə, Onun üçün odur. Onda müəllimlərin maaşını artırmalıdırlar. Müəllimlərin maaşını artırmalıdırlar. Daha indi kursları, repetitorluğu yığışdırırlarsa, xarici ölkələrdəki müəllimlərin maaşı ki, repetitorluq yaxşı, asan işdir. Yox, valla o qədər məsuliyyətli işdir ki, o qədər insanın üzərində məsuliyyət düşür, yük düşür ki, hə, görüm bunun axırda valideyn də maraqlanır hər dəfə, hə, yüksək nəticə göstərsin. Ödəniş ödəyir axı. Məktəb elə deyil, ceyb yola verib gəlirsən. Məsəl üçün deyirəm də. Amma məktəb sistemini mən həmişə demişəm, gücləndirsələr həqiqi mənada. O vaxtki sistemdə repetitor var idi. Biz getmişik, məsəl üçün bizim dövrümüzdə ondan da qabaq heç müəllim ya hazırlıqlar olmayıb. Özləri hazırlaşıb ali məktəbə daxil olublar da. İndi yazıq valideynlər hamısı uşaqlarının da hamı demək olar ki, yəni kasıb da olsun, imkanlısı da olsun, göndərir hazırlığa. Deyirəm, bu məktəb sistemi normal dərs keçsə hamı, uşaqlar da öyrənsə, tutaq ki, təmayüz sinifi ellər 10-cu sinif. Təmayüz sinifim var, həftədə 5 dəfə girirəm. Uşaqlar deyir ki, mən onsuz da kimyaya gedirəm də, neynirəm ki, mənim beynim qarışır. Siz izah verirsiniz, mənim beynim qarışır. O müəllimdən artıq mən deyir, yəni çaşdırıram özümü, məsəl üçün. Və yaxud da biri deyir, yox, qulaq asın, buradan da bir şey öyrənim. Hə, yox deyir, onsuz da mənim hazırlıq müəlliməm var da. Məktəblərin çoxunda istifadə olunmayan pilot üsulu var, pilot bildiyimiz pilot üsulu. Yəni şagirdlərin çoxu amma onun tərəfdarıdır ki, bu pilot üsulu istifadə olunsun ki, hansı fənnə hazırlaşırlarsa, ancaq o fəndə baxsınlar. Yəni tarix oxumayan, tarixə hazırlaşmayan məktəbə gəlib tarix oxumur. Deyir ki, mənim nəyimə lazımdır. Və ya olsun fizika Onu və ya deyirəm də ki, məsəl üçün texniki birinci qrup ya dördüncü qrup üzrədə indi kimya, texniki fənlər üzrə mən girəm həftədə 5 dəfə kimya tədris edirəm. Riyaziyyat 6 dəfə. Sən bu hara bəs eləmir? Elə gəl otur məktəbdə keçsin də müəllimələr tələb elə. Deyirəm mənə təmayüz sinif eləmisən də, yığma bir sinif eləmisiniz. Bu müəllimlər dərslərini keçsin, mən də getməyim hazırlığa. Niyə boş yerə? Yox, getmirlər. Günü bölürlər, həftənin bir gün, 2 gün gəlirlər ki, məktəbdən çox qayıb düşməsin, tutaq ki, və yaxud da adı geçsin ki, gəldi. O da düzgün bir şey deyil, o da düzgün metod deyil. Yəni valideynlər də deyir, hə, ən yaxşı repetitor yanına qoyaq ki, mənim uşağım da başqa uşaqlardan seçilməsin, hansısa bir ali məktəbi qazansın, əlində diplomu olsun. Amma diplomu olsun, ha. Çoxsunun hədəfi, məqsədi də yoxdur. Diplomu olsun. O da düzgün deyil. Yəni o düzgün. Olar mən də bu mövzuya aid bir fikrimi bildirim. Buyurun, mən çox danışdım deyəsən. Ürəyim doluydu. Yox, maraqlı gəlir, ona görə kəsmə. Mən dedim ki, məncə mənə elə gəlir ki, müəllimə vurğuladı ki, yəni bizim əvvəlki sistemimizdə biz yəni repetitor yanına getmirdik. Çünki mənə indi düşünürəm ki, məsəl 20 il, 30 il bundan öncəki tədris sistemi ilə, kitabları ilə, testləri ilə indiki tədris sistemi, kitabları, testləri eyni deyil. Məsəl o vaxt var idi bir dənə test və yaxud da patoloji 3 dənə test. İndi biologiyadan 20-dən artıq misal çəkirəm, riyaziyyatdan bəlkə də 30-dan artıq test bankı var. Çünki hərə bir kitab çıxardır. Hər bir müəllim bir kitab çıxardır. 45, yəni akademik bir 45 dəqiqədə bunu lap olsun misal təmayüllü sinif üzrə deyirəm də, hər 45 dəqiqədə, yəni bir saat girinir də, gündə 45 dəqiqə keçilir o dərs. Hər gün keçir, 5 gün keçirilsə belə,
1:45 dəqiqə keçirilir o dərs. 1:45 dəqiqədə, yəni o uşaq 200 testi və yaxud da bir bölmədə, yəni özünüz də bilirsiniz, mən keçmirəm, yəni hazırlıq keçmirəm. Amma hazırlıq keçənləri görürəm, uşaqlar gedirlər. Bəzən baxıram, görürəm ki, müəllimlər bir dənə misal bölmədə 200 test var, bunu verir 200-ünü də evə. 1:45 dəqiqədə bu 200 testi şagirdə necə izah eləmək olar? Və yaxud da şagird onu nə Bu qədər mənimsəyə şagird bilər? deyil, hansı ki, sinifdə də nə qədər şagird, 30 plus şagird olur. Bəli. Yəni bu repetitor yanına getməyin Hə, ona üzr görə istəyirəm. yəni 200 dənə səbəbi budur. testi, Səbəbi yox bilirəm, budur. başa düşdüm. 200 dənə testi birdən həll eləmir ki. Məsəl üçün sən ona aid nümunələr verirsən, işlədirsən 1:45 dəqiqə ərzində, başa salırsan da mövzunu, ona aid sualları keçirsən. Orada özdə təkrarlar çox olur axı məsəl üçün. Təmayüz sinifdə o qədər təkrarlara, bölmə üzrə məsələ, testlərə vaxt ayrılır ki, məsələn saat ayrılır ki, sən evə də ver, evdə də işləsinlər. Gəlsin başa düşmədiyi orada dərsdə yenidən izahını ver. Yəni bunu da eləyə bilərsən. Məsəl üçün 8-ci sinifdə həftədə 2 saat dərs keçirik, düzdür? O 2 saatı bir proqram 8-də qaymaqdır da o kimyanın təməlidir demək olar ki. Nətər oldu bir proqramı bir tədris ili sonu çatdırırıq da və öyrənən də o tədris ilində ilin sonunda, ilin başında keçdiyim sualı verim, onu cavablandırır. Deməli öyrənən öyrənir də, başa düşən düşür. Onun üçün o axıra kimi öyrəndi, başa düşdü, qavradı. 30 uşağın axı 30-u da öyrənə bilmir. İndi biz də minimum təhsil veririk də, hamısını deyirik keyfiyyətli təhsil verək deyə bir şey yoxdur ki, hamı mükəmməl olası bir şey deyil. O da 3-ünü alır, bu 5-ini alır, məsəl üçün deyirəm. O 3-lük cavab verəcək, bu 5-lik. İndi o inklüziv təhsil deyirlər, diferensiallıq deyirlər. Yəni hərənin öz səviyyəsinə uyğun 20%, 20%, 40%. O yaxşı şeydir. Onu ümumiyyətcə həmişə nəzərə almışıq da biz. 3 alanın 3-ünə görə, 5 alanın 5, 4 alanın 4-ünə görə qiymətləndirmə aparırıq da onu zaten. Yəni nə bilim valla, mənə görə məktəb sistemi, gedəsən hazırlığa, orada fərdi təhsil də var. Məsəl üçün məktəbdə fərdi təhsil də var, bilirsiniz də, əlavə məşğul da ola bilər, xüsusi istedadı olan, olimpiyadaya hazırlaşan, yəni ödənişli şəkildə müəllim onun üçün aylıq da məvacib pul ayrılır onun üçün. Yəni onu da eləyə bilərlər ki, mən bunu öyrənmək istəyirəm. Mənim imkanım yoxdur hazırlaşmağa. Ən azından hazırlaşaram bir il. Nə bilim, 11-ci sinifdə məsələn deyirəm də, bir proqram təməli bazam olsun, sonra yoxsa bu neçə il hazırlığa getməlidir. Elə şey olur. Yəni neçə il hazırlaşmaq olmur. Və yaxud da o boyda proqramı 1 ilə 2 ilə də sığdırmaq olmur, əgər sən 0 səviyyədəsənsə. İndi biz hazırlıq keçirik də, görürük nə qədər əziyyət çəkirik. Məsələn, mən çox bazası olmayan uşaqları götürmək üçün kimya çox çətin fəndir. Həddindən artıq çətin fəndir. Bəlkə də bütün fənlərdən də ən çətini kimyadır. Çünki riyaziyyat var orada, biologiya var orada. Bütün fənlər var orada. Burada valideynlərin də rolu çoxdur. Çünki adi buraxılışı hazırlaşan şagirdlər var. Dərs izah eləmək istəyirsən, baxırsan ki, vurma bölməni belə bilmir. Axı, yəni vurma bölməni daxı müəllim bəs deyil ki, bu şagird. Yəni bu artıq ta əzəldən gəlir. Təməli əvvəldən qoyulur bunun. Burada artıq valideyn dəstək olmalıdır, valideyn kömək olmalıdır. Bir də müəllim, hər məktəbdə bayaq danışan müəllim kimi elə müəllimlər olmur. Elə bu etiraf edək də bunu. Yəni ki, elə fikirləşirlər ki, hazırlığa gəlməlidir uşaq, məktəbdə elə keçirilmir. Əksəriyyət məktəblərdə, yəni elə məsuliyyətli, öz işinə yaxşı yaraşan müəllim demək olar ki, azdır. Bəli. Yenə də nə bilim hər birimizə vicdanlı, bu yolda vicdanımızı, əlimizi vicdanımızın üzərinə qoyaraq addımlamağı arzulayıram. İnşallah ki, qarşımıza da yaxşı valideynlər, yaxşı şagirdlər çıxsın. Yəni o müəllimlər niyə dərs keçmirlər? Üzr istəyirəm. O müəllimlər niyə dərs keçirmirlər? Deyirik indi bütün müəllimlər şərəfi ilə, vicdanı ilə məktəbə daxil olanda deyir ki, nə ümidlərlə, nə xəyallarla gəlmişdik. Məsələn, görürlər ki, hörmət qoyulmur, dəyər verilmir onsuz da buna. Eşitmirlər bunu, saymırlar.
Deyirəm, mən dərs keçmirəm. Mən soruşurdum ki, bax mən keçirəm də. Hətta deyirdilər ki, siz bizim canımızı alırsınız da, məsəl üçün. Soruşuram, deyir ki, siz bizim canımızı alan müəllim insan pis olursa, qoy olsun. Amma yenə də mən keçim dərsimi. Mənim özümə xeyirdir bu. Çünki mən keçdikcə yadımdan çıxmır. Düzdürmü? Mən öyrənirəm. Bəli, müəllim, bu mövzu çox dərin mövzudur həqiqətən. 17 ildir mənim də məktəbdə stajım var, işləyirəm. Özə bir çox məktəblərdə. Yəni bu mövzunun dərinliyinə getsək, o qədər səbəblər var ki, tək bir müəllim, tək bir şagird, tək bir nə bilim elə bir şey deyil də. Bəli. Xədicə xanım, sizin də sözünüz var deyəsən. Bəli, ümumi danışanlardan belə nümunə kimi deyə bilərəm ki, məktəb müəllimlərinin də, şagirdlərin məsələn hazırlığa gedərkən də yenə də hazırlığı bir kənara qoyun. Bizim öz dərs mühitində odaqlanacağımız dərslər var ki, həmin mövzuları diqqətlə dinləməlisiniz. Hazırlığa getsəz belə qaydasını öyrənməlisiniz deyə bilərlər. Məsələn, xüsusi məşğul ola bilərlər də. 45 dəqiqə ərzində 100 sualı yalnız sualları izah eləməklə izah eləyə bilərlər ki, bu sinif sakit olarsa tam çatdıra bilir də, yəni müəllim 45 dəqiqə ərzində və həmçinin ya da yalnız səhvləri izah eləyə bilər. Ümumi, yəni tam mövzu aydın olsun deyə mən dedim ki, yalnız cütləri izah eləyə gedə bilər. İndi elmi cəhətdən deyə bilərəm ki, müasir tədris yanaşmalarında təhsil artıq yalnız ənənəvi müəllimin danışmasından asılı deyil. Şagird həmçinin onu dinləyir. Bu amma yavaş-yavaş öz aktuallığını itirməkdədir. 21-ci əsrin tələbləri müəllimdən yalnız məlumat ötürən deyil, həm də bələdçi kimi, yönləndirici kimi rolunda iştirak etməyə vadar edirlər. Müasir tədris yanaşmalarında məhz bu yanaşmada əsas şagird yönümlülük, əməkdaşlıq, tənqidi düşüncə və praktik əsaslı öyrənmə tələb olunur ki, yəni müəllim yetərincə əməkdaşlıq, şagirdləri yönləndirmə, tənqidi düşünməni və praktika etməyi yönləndirməli, öyrətməlidir. Məsələn, təsəvvür eləyək ki, xeyriyyətçilər mövzusunda müəllim dərs keçir. Burada müəllim qruplar şəklində əməkdaşlıq və ünsiyyət yaratmaq üçün uşaqlarda qrup işlərini ayıraraq onları hərəsinin bir xeyriyyətçi haqqında qrup şəklində xeyriyyətçi haqqında yazmalarını tələb eləyə bilər ki, bunlar da bir yerdə araşdırıb, ünsiyyət quraraq, əməkdaşlıq edərək bir xeyriyyətçi seçib onlar haqqında təqdimat hazırlayırlar. Sonra şagirdlər o təqdimatı çıxış edib göstərərkən şagirdlər və müəllim birlikdə həmin prosesi qiymətləndirə bilərlər ki, bu daha effektiv araşdırma, tənqid və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmiş olar. Ən effektiv müasir strategiyaların siz əsaslarını dediniz. Problem bazalı öyrənməkdir. Şagirdləri real problemlərlə üzləşdirir ki, bunları artıq həll etmiş olurlar və sonra da artıq təcrübəli olmuş olurlar. Layihə əsaslı öyrənməkdir. Müəyyən mövzu üzrə təqdimat, video slayd, məhsullar hazırlayırlar. Artıq bunu öyrənmiş olurlar, bacarıqlı olurlar bu barədə. Təlim təqdimat yanaşması şagirdləri araşdıraraq öyrətməkdir. Vizual baxaraq. Situasiya və rotasiya metodu fərqli bacarıqları inkişaf etdirən çevik dərsdir ki, fərqli yanaşmalardan istifadə edirlər ki, bu uşağın bütün bacarıqlarını inkişaf etdirmiş olsun. Bu qədər mənim deyəcəklərim. Çox sağ olun. Yenə də Salam, Röteç xanım. salam. İcazənizlə mən də öz fikirlərimi bildirmək istərdim. Buyurun. Deməli, bayaq hazırlıq məsələsinə toxunduk. Hal-hazırda mənim məsələn dayım oğlanları, dayım uşaqları, dayım qızı hamısı birinci sinifə başlayanda hazırlığa getməyə başladılar. Yəni birinci sinifdə hazırlıq nə qədər normaldır, yəni hərfləri keçə-keçə, yəni məktəbdə də keçir. Müəllim onu bir də yanına çağırır ki, dərslərini gəl burada elə deyə. Və yəni artıq nə bilim birinci sinifə yəni müəllim lazım deyil də məncə. Çünki yəni məktəbdə öyrənirlər və valideyn də məşğul olsa daimi olaraq. Uşağa yəni o yaşda hazırlıq lazım deyil məncə. Bəli, mən də onu deyirəm ki, yəni valideyn dəstəyi önəmlidir ibtidai siniflərdə. Çünki ibtidai sinif təməl siniflərdir. Uşaqların təməlləri qoyulur o siniflərdə. Müəyyən o
vurma, bölmə, toplama, çıxma. Bu ən azından bu kimi şeylər artıq valideyn öyrətməlidir. Məktəbdə müəllim zaten öyrədir. Sadəcə olaraq 1-45 dəqiqə ərzində sinifdə 35-40-a yaxın uşaq olanda ibtidai sinifdə daha çox olurdu. Getdikcə uşaq sayı azalır. Bu plus da ki, yəni daha çətin götürürlər. Öyrənmələri bir qədər zəifdir də. Yəni bunu nəzərə alsaq, yenə deyirəm ki, valideyn dəstəyinə çox ehtiyac var. Təkcə müəllimlə kifayətlənmir. Amma hazırlığa gəldikdə isə bəli, ibtidai siniflərdə, yəni heç tərəfdarı deyiləm. Çünki artıq yuxarı siniflərə gəldikdə həmin uşaqlar yorulurlar. Hazırlıqdan öncə təngə gəlirlər. Artıq hazırlıq yuxarı siniflərə gəldikdə hazırlığa getmək istəmirlər. Artıq iyrənirlər hazırlıqlardan ki, yəni nə qədər hazırlıq olar artıq. Düzmü deyirəm? Bəli, Aytəc xanım, düz deyirsiniz. Yəni mən də məsələn öz daim uşaqlarıma deyirəm ki, hətta şoka düşdüm. Yəni bu il 1-ci sinifə başlayıb daim oğlu. Soruşdum, görüntülü danışırdı uşaqla. Dedi ki, dedim məktəb dərslərini edirsən? Dedi, yox, hazırlıq dərslərimi. Dedim, sən hazırlığa gelirsən? Dedi, hə. Şeydir. Dedim, yəni məktəblə falan necə çatdırırsan da? Uşaq özü də biraz hiperaktiv uşaqdır. Yəni biraz yerində dayanmayan uşaq. Deyirəm ki, bəs necə çatdırırsan bunları? Deyir, müəlliməm tapşırıb bunları yeniyə yetirməliyəm. Biraz deyirəm, ay sağ ol. Yəni məktəbdəki dərslərini də eləməlisən. Sən artıq 2 qat məsuliyyət daşıyırsan. Məktəbdəki dərsləri də eləməlisən. Hazırlıq müəlliminin verdiyi dərsləri. Hə. Uşağa deyirəm ki, sən oyundan falan ayrılmalısan da. Çünki sənin artıq məktəb yaşındır. Bunları izah eləməyə çalışıram. Gördüm uşaq götürdü, başladı S hərfini, nə bilim, bütün hərfləri başladı bir-bir oxumağa. Mən də görüntülü danışa-danışa qulaq asdım uşağa. Gördüm uşaqda biraz həvəs yarandı. Eğer bu həvəsi yarada bildimsə, nə xoş mən. Yəni mən özüm gələcəyim psixoloquyam. Yəni, Bu şeylərə inşallah. diqqət etməyə çalışıram. Valideynlər özlərini yormaq istəmir, bəziləri övladını öyrədə bilmir, bəzi uşaqlar valideyni eşitmir. Bəli, uşaqların çoxu var ki, sadəcə müəllimə qulaq asır, valideyni dinləmir, valideynə qulaq asmır. Bəli, hətta ev tapşırığını bilməyən valideynlər doğrudur, bəli var. O halda artıq indi məcburiyyətdir. Bəli, hazırlığa qoymaq artıq o halda məcburiyyətdir. Mən ibtidai sinif müəllimə tanıyıram ki, öz uşağını qoyub hazırlığa ibtidai sinifdə müəllim yanına qoyub, öz müəlliməsinin yanına. Deyirəm, niyə qoyursan? Axı sən bunları bilirsən, özün müəlliməsən. Neyinirəm, başımı yorub, əsəblərimi pozub. Siz düz deyirsiniz. Uşaqlıqdan əlbəttə ki, uşaq hazırlığa getməməlidir. Elə şey olar. Nəyə qoya bilərik uşaqlıqdan? Uşağa qoya bilərik dil öyrənsin. Çünki axı uşaqda tez öyrənir də, dili tez götürəcək, öz dili kimi, ana dili kimi. Sonra nəyə qoya bilərik? Məntiqə. Çünki bizdə məntiq inkişaf eləməyib. Bax, əziyyət çəkməyək bu texniki fənlərdən. Amma yox, sırf mən riyaziyyat hərflərimi yazmağı niyə qoymalıyam ki? Ana öyrətsin də, niyə ki qoymalıyıq ki? Başa düşmədim. Bəli. Əvvələm. Yəni o deyil ki, misal üçün bəzi valideynlər bilmir. Yəni keçmiş dövrü qoysaq bir kənara, indiki dövrdə misal üçün yuxarı sinif şagirdlərində qızlardan söhbət gedir də. 10 olsun, 11 olsun, 11-ci siniflərdə olsun, ya köhnə il məzunlarından olsun. Yəni həqiqətən də vurma, bölməni bilməyənlər var. Hansı ki, onlar gələcəyin anasıdır da. Yəni bunu nəzərə alsaq, onlar uşaqlardan nə edəcəklər? Özləri bilmədiyi halda heç də bilməyəcəklər. Artıq o halda məcbur olub hazırlığa qoyacaqlar. Bəli. Onu düz deyirsiniz. Bir ailədə gələcək nəslin anası təhsilli olmalıdır. Ümumiyyətlə qadınlarımız təhsilli olmalıdır. Bəli. Çünki biz gələcək yetişdiririk. Ona görə təhsilli olmalıyıq. Bəli, deyir ki, bir oğlan təhsil olanda bir nəfər təhsilli olar, amma bir qadın təhsilli olarsa bir nəsil təhsilli olar. Belə bir fikir var. Doğrudur. Bəli. Düzdür. Başqa fikir olan varmı? Yenə deyirəm, bu mənim ilk təlimimdir. Yəni başlayanda çox həyəcanlıydım. Artıq necə hazırlaşmışdımsa, yəni aləmi qatdım bir-birinə, artıq nə danışdım, necə etdim, həyəcandan bitə bilmədim nə etdim. Sizə də ki, əziz müəllimlər, tələbələr də var yəqin ki burada və yaxud da ki valideynlər də var yəqin ki. Hər birinizə
Həyatınızda uğurlar arzulayıram. Karyeranızda uğurlar arzulayıram, əziz həmkarlar. Hər zaman yeni təlimlərdə görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın. Xədicə xanım, sözü sizə verirəm. Aytaç xanım, son olaraq bir fikrimi də bildirim, sonra təlimi Buyurun. yekunlaşdırım. Bir xanım qeyd etdi ki, mən kimya müəlliməsiyəm və uşaq hazırlığa getdiyi üçün mən hazırlıqda dərs keçirəm, burada dərs mənə lazım deyil dedi, bu şəkildə də yəni. İndi dərs prosesində bu hazırlığa gedən şagirdlər dərs prosesini pozurlar. Düşünürlər ki, mən gedib hazırlıqda öyrənəcəm, dərsdə nə edirəm ki, öyrənim. Həmin proses zaten də hazırlıqda olur. Mən zaten 3-4 saatımı hazırlıqda keçirəm, nəinki 1-45 dəqiqə. Bəlkə də çox hazırlıq müəllimi o 45 dəqiqə ərzində deyəcək, müəllimin deyəcək düsturunu heç hazırlıqda deməyəcək. Onları düşünmürlər və dərs düşünür ki, mən hazırlığa gedəcəm, dərs prosesini pozur. Digər şəxslərlə danışır, dərs prosesini pozur ki, mən olsa bunu hazırlıqda öyrənəcəm. Digər potensialı olan şagirdləri də, hazırlığa getməyən şagirdləri də geri ötürürlər. Bu repetitorluqda biraz təhsil həyatında potensialı... Üzr istəyirəm, mən fikrimi çatdıra bilməmişəm. Mən qətiyyən mənim əgər hazırlığımda, tutaq ki, mən təmayül sinif hətta girmişəm, deyib mən hazırlığa gedirəm. Deyirəm, sən hazırlığa gedə bilərsən və yaxud da deyib, mənə kimya lazım deyil, informatika gedir. Deyirəm, bəs summativi necə yazacaqsan? BSG-ni, monitoringi necə yazacaqsan? Sonra bir dənə hal baş verdi, açıq bu bütün məktəb təhsil sistemlərində də belədir. Sonra da gəlirlər, mən o boyda canımı da belə deyərlər də pis eləyirəm özümü, yəni necə deyərlər, uşaqların başqa müəllimlər kimi yola vermirəm də. Çünki canlarını alıram da ki, öyrənsinlər, nə söyrədim də onlara. Axırda gəlir nə olur? Summativ vaxtı deyirlər ki, hə, sən tərtib eləmsən, cavablarını da de. Hə, hamı deyib, sən də de. Deyir, balaca bölün, ellə sürün. Hamı deyib, sən də deməlisən. Deməsən də, sən lap pis müəllim olursan. Amma yenə də bacardığımı təbii ki, mənim 1:45 dəqiqəmdir, mənim o dərs, o haqq mənimdir. Mən təbii ki, deyirəm ki, mən öyrətməliyəm. Deyir, mən kimyaya getmirəm, informatikaya gedirəm, oturum informatikanı işləyim. Mən icazə verməmişəm. Orada da uşağın ağzının altı yer alır qəşəng. Deyir ki, onsuz da müəllim axır əvvəl qiyməti verəcək. Hə, ay sağ ol. Gəldi axırda, sonra dedilər ki, hə müəllimə, hə, dedim görürsüz ay sinif rəhbəri. Siz belə elədiniz, mənim bütün əməyimin üstündən bir dənə xətt çəkilir də. Deyirlər onsuz da müəllimə axır əvvəl qiymət verəcək. Müəlliməyə hörmət qalmır, müəlliməyə dəyər qalmır. Məktəbə ümumiyyətcə dəyər qalmır artıq. Müəllimlər deyir ki, otur testi verişdə, amma səsin çıxmasın, tək testi verişdə səsin çıxmasın. Ellər də olur. Yəni ki, bilirsiniz necədir? Biz istəyirik, məsələn, lap belə təmayül sinifi deyil. Deyirəm, girirəm dərsimi, deyirəm, ən azı summativ yazacaqsınız da, bir şey öyrənin ki, o summativi yaza biləsiniz. Yəni, beşlik də olmasa, bir 4-lük, 3-lük alın da, qiymətinizi alın, öz qiymətinizi alın. Özləri də etiraf edirlər. Yəni, mən danışıram, bəlkə də mən pis olaram. Həqiqətən də kimya fənnindən mən əziyyət çəkirəm. Yəni, riyaziyyatdır, hər yerdə lazımlıdır. Dildir, Azərbaycan dilidir, ingilis dilidir, hər yerdə lazımdır. Amma yuxarı sinifə keçdikcə kimyanı vapşe, kimyadır, ümumiyyətcə bu texniki fənlərdə çoxsu o qədər lazım deyil. Kim ki, hə 4-cü qrupa gedir, 1-ci qrupa da artıq kimyanı o qədər qəbul eləmirlər, informatika üzrə hazırlaşırlar. Yəni, mən o üzrə getmirəm ki, mənə lazım deyil ki. Yəni, bu fikir olmamalıdır. Siz demiş, ya pilot sinif olmalıdır, ya təmayül sinif olub, həqiqətən də o sinif. Ya 9, 10, 11-i yığışdırsınlar. Da onda kimyanı da yığışdıracaqlar. Da onda kimya nəyə lazımdır onda? Onda mənim də fənnim üstünə xətt çəkilir. Ki, nəyə lazımdır? Geçsin elə ancaq hazırlıq. Ya da məktəbdə normalda, əvvəl biz necə öyrənmişik? Məktəbdə öyrənmişik də. Mən məktəbdə olimpiyadada 1-ci yerə çıxırdım. Respublika üzrə. Mənim atam kimyaçı deyildi. Ya hazırlığa gedib bunu eləməmişdim. Məktəbdə neçə saat dərs keçirdiksə, onun əsasında öyrənirdim. Müəllimdən öyrənirdik. Yəni, yaxşı şagird, oxumaq istəyən şagird tənəffüsdə belə o müəllimi tapar, yaxınlaşar. O müəllim deyəcək ki, mən səni öyrətmirəm, gəl hazırlığıma. Əlini vicdanına qoyub öyrədəcək də yəqin ki. Əgər uşaq öyrənmək istəyirsə, təbii ki. İndi elə uşaqlar da yoxdur. Yəni, arxayındılar, valideynin cibinə arxayındılar ki, hə, mütləq bizi hazırlıqlara mütləq ki, qoyacaqlar. Belə.
Kəmalə xanım, mən əslində sizin dərs prosesinizdə yox, həmin dediyi şagirdin fikrinə və repetitorluğa fikrimi bildirmək istəyirdim. Yəni şagirdlər düşünür ki, mən hazırlığa gedirəm, hər şeyi hazırlıqda öyrənəcəm, mənə dərs prosesində bu lazım olmur. Amma elə uşaqlar da var ki, mən görmüşəm, hazırlığa gedirlər, amma bir sualı belə dərsdə müəllimdən ya da zəydə müəllimdən soruşurlar, hazırlığa getməklərinə rəğmən. Elələri də var, potensialı var, amma hazırlığa getmir. O dərs prosesində hazırlığa gedənlər dərs prosesini pozur deyə o potensialı olanlar da geri qalır həmən mövzuda. Düzdür, fasilədə potensialı olan zaten soruşacaq, hazırlığa getsə də, getməsə də olan sualını soruşacaq. Amma istər-istəməz dərsi gerilədirlər. Hazırlığa getməklərini düşünürlər ki, mən hazırlığa gedirəm, fisioda hər şeyi öyrənəcəm orada. Bu dərs prosesini gerilədirlər. Çünki düşünürlər ki, orada öyrənəcəm. Mən hər zaman onu qeyd etmişəm ki, sən hazırlığa gedə bilərsən. Amma bu o demək deyil ki, elm bir dənə hazırlıqla sənin 5-6 dənə testindən çözüldü. Yox. Sən burada bir dəfə də mən dediyimdən, izahımdan nə isə öyrənə bilərsən. Həmin öyrəndiyindən də nəsə öyrənə bilərsən. Sonra anlaya bilərsən, dərk eləyə bilərsən, tam oturar yerinə. Bir qulaq as. Elə olub ki, hə, ay müəllimə, indi çatdı mənə. Məsəl üçün. O da olub. Əlbəttə ki, mən sizinlə razılaşıram. Yox, dərsi pozmağa çalışanlara da bir iş verirsən də, fəaliyyət verirsən ki, hə, o indi bu fəaliyyəti də sən gör, bir 45 dəqiqə sakitçilik olmağı bizi üçün də rahatçılıqdır deməkdir. Amma o demək deyil ki, orada boş-boşuna telefonla. Mən telefonları yığıram. Telefonla orada otursun, məşğul olsun. Telefonla qurtdalansın. Yox. Onsuz da telefon da bizi çıxardıblar, düzdür. Biri var, o rəqəmsal savadlıq deyirlər. Telefondan öz məqsədin üçün istifadə edirsən. Məsələn, lazımlı məlumatlar toplayırsan. Bir də var, bütün gününü telefonda keçirirsən. Heç xəbərin olmur ki, hələ bütün günü telefondasan. Sənin vaxtın, zamanın israf olur burada. Heç nə də, yəni heç nə öyrənmirsən. Gələcəyin puç olur burada sənin. Yəni elmlənmirsən də beyin kütləşir. Yəni bizim uşaqlarımızın o problemi də var. 5-6 misal çözürlər ev tapşırığı. Ondan ötə, məsələn, araşdırmaçı bizdə artıq yoxdur. Bizim nəsildə tək-tük uşaqlar ki, araşdırmaçıdır, öyrənir və əzbərçilikdən kənar elmə yiyələnir və onunla da irəli gedir və onunla da bəli, prezident təqaüdçüsünə kimi yüksəlir və yaxud da gələcəyi yüksək, yəni yaxşı olur da, mükəmməl olur. Yəni bizdə elələri tək-tükdür. Yəni reallıq budur. Amma təbii ki, müəllim etməyi hər mənada istəyir dərsə qulaq assınlar, istəyir asma. Öz müəllim özünü müəllim ümumiyyətcə insan özü üçün dəyərlidir, bir şəxsiyyətdir və bunu da qarşısındakını ötürməlidir ki, mən dəyərliyəm. Yəni müəllim olduğunda ümumiyyətcə rol modelsən də sən bütün uşaqla qarşındakına. Ona görə bilmirəm. Bəlkə də mən yanlış fikirlər söyləyirəm. Yəni haqqınızı halal edin. Bəlkə də mənim fikirlərim yanlışdır, amma mən reallıqları görüb deyirəm. Öz fənnimlə əlaqədar danışdım. Ola bilər ki, riyaziyyatçı bunu demir. O birisi bunu demir. Bizdə bir də dəstəkləyici mühit, avadanlıqlar var, özü bahalı-bahalı. Amma laboratoriyada var, yox kimi bir şeydir. Kimyanı necə öyrənirsən? Tam-tamla. Biz o vaxtı təcrübə otaqlarımız var idi, ayrıca laborator otaqlarımız var idi. Reaksiyaları aparırdıq, təcrübə yolla göstərirdik. O zaman artıq tam şəkildə yaddaşımızda qalırdı, həkk olunurdu. Amma indi o yoxdur. Əzbərçi sistemdə bunu yadda saxlamalısan. Onda da təbii ki, uşaq səni sevmir, nə yadda saxlaya bilmirsə də sevmir. Ondan qaçır. Yəni bizim fənlə bağlı da bu. Ümumilikdə ola bilsin ki, indi o biri fənlərdə başqa cürdür. Bəli, doğru deyirsiniz. Son olaraq da bunu bildirim ki, bəli, uşaqlar düşünürlər ki, mən hər şeyi hazırlıqda öyrənirəm. Əslində siz dərs prosesində izah etdiklərinizi hazırlıq sadəcə təkmilləşdirir, inkişaf etdirir, daha da yaxşı öyrənməsinə, təkrarlamasına səbəb olur. Sırf hazırlıq bütün dərsləri mənə qısa şəkildə öyrətdi, hamısını bildim deyil də, sadəcə təkmilləşdirmək üçündür əsasən. Fikirləriniz üçün təşəkkür edirəm. Aytaç xanım, siz də dəvətimizi qəbul edib gəldiyiniz üçün minnətdaram. Sizə var olun. Möhtəşəm. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə. Gecəniz xeyrə.